İkinci hissəyə davam edək. Burada sualı ilk öncə yazdım, sonra yenidən bir də qeydə başladım. Cavab çıxmır çünki bu sualda. Baxın, normal yolu budur. Deyir C1 xanası. C1 xanasına bilmirəm deyə bir x yazdım. Düşdüm aşağı, ədədlər yerinə qoydum. Burada xanaların qiymətlərini tapıram. Baxıram ki, bu hissədə 6 çıx 9-dur. Yəni B1-dən A1-i çıxanda bu hissəni tapıram. Sonra vururam 4 əgər bu işarə vurmadısa. Sonra düşdüm, bu elədi mənfi 12. Sonra keçdim bu bir tərəfə. A1-in üstə B1, bu məndə elədi demək 15. X-a da vuranda aldım bunu 15x. Bu belə. Keçdim bu birisinə. Burada da 9 plus x yerinə qoyuram hamısını. Vurdum 6-ya, açılışını verdim 54 plus 6x. İndi bu tənlik məndə hardan gəldi? Baxın, burada 20%, 30%, bu da 50%. Bu ikisinin cəmi 50%-i verir. Mən də diaqram bilirəm ki, saat əqrəb istiqamətində qurulur deyə. Bu mənfi 12 ilə, yəni A2 xanası ilə B2 xanasını toplayanda mənə verməlidir bu birisini, yəni C2 xanasını. O mənfi 12 ilə 15x-in cəmini bərabərləşdirdim 54 plus 6x-a. Sadəcə bu tənliyi həll edəndə buradan tənlikdən 7 tam neçə alınır? Bu da variantlarda yoxdur bizdə. Və yaxud da bir digər üsulda faiz nisbətinə verə bilərəm. Məsəl üçün, əgər mənfi 12 məndə 20%-dirsə, onda 15x-də 30% olmalıdır da. Buradan da yenə tənliyi həll edəndə mənfi 6 böl 5, 1,2 falan belə bir şey alınır. Mənfi 1,2, o da yenə cavablarda yoxdur. Onun üçün bu sualı bir sual altında qalsın, görək buna nə deyəcəklər. Sonra keçdik digər 69-cu sual. 69-da deyir ki, bu şəhərləri birləşdirən yolların sxemi göstərilib. Bu sualda yenə ilişdi. Mən ola bilsin, bəlkə də burada başqa işarədir. Yəni bunun nə olmasını kimdəsə varsa bildirər yorumlarda. 69-da deyir ki, bu şəhərləri birləşdirən yolların sxemi göstərilib. Hər bir yolla yalnız oxla göstərilən istiqamətdə hərəkət etmək olar. A şəhərindən N şəhərinə getməliyəm, L şəhərindən keçməməklə. Yəni A-dan N-ə gedirəm, L-dən keçməməliyəm. O zaman nə edirdik? L-ə gələn və L-dən çıxan yolları bağlayırıq. Baxın, L-ə gələn və L-dən çıxan yolları bağladıq. Sonra başqa qaldı burada nəsə? Xeyr, qalan hamısı demək qaydasındadır. Yazaq onda. 1, 1, 1. Başlanğıcdan 1 çıxır deyirdik. B-yə 1 gəlibsə 1 çıxır, C-yə 1 gəlibsə 1 çıxmış olur. D-yə burada 1, 1, 1, 3 gəlmiş oldu. D-dən çıxanları yazacaq 3. F-ə yalnızca bir giriş var, o da 3. Çıxışı da 3-dür onda. C-yə gələn tapmaq üçün Y-yə gələn tapmalıyım. Y-yə 1 gəlir deyə yerdən 1 çıxır. C-yə gələnlər oldu onda bizdə demək 1, 1, 2, 2 ilə 3, 5, 5-in də 3, 8. Demək C-dən çıxanlar 8. M-ə 8 gəlibdirsə M-dən 8 çıxır. Bunların da toplam cəmi demək 8, 8, 16, 16-nın da üstə 3, 19. Oldu A variantı. Düz yazdıqda elə eldən keçməməklə deyirdi yalnızca. Oldu belə. 70-də funksional düymələr. Funksional düymələrə gedəcək F-lərlə olan F4, 1-ə B. Xidməti klavişlər. Xidməti klavişlər bunlar xüsusi düymələrimiz idi bizdə. Hansı ki, bunlar məsələn kontroldur, shift-dir. Məsələn, bunlar bizdə gedir xidməti klaviş. C ilə D. Kursorun idarə olması da End-dir və Page Up-dır. A ilə Y. Demək oldu 1-ə B, 2-yə C-də, 3-ə A ilə Y. Sonra keçdik 71-də. Tətbiqi proqramlar sinifinə aid olmayan proqram. Baxın, burada elə gözümüzə nə girir? Baxın, Linux. Biz deyirdik axı, Linux'dur, Unix'dur, Ubuntu'dur, sonra Solaris'dir, Windows'dur, MacOS'dur. Bunlar hamısı Android, iOS, bunlar əməliyyat sistemləri sırasındaydı. Və bu da sistem proqram təminatına aiddir. 72-də cədvəlin A3, F6 diapazondakı sətirlərin sayı və bu diapazonda çıxanların cəmi. Burada birinci sətirlərin sayını tapaq. Sətirlərin sayını tapmaq üçün dedik rəqəmlərə baxmaq lazım idi. 6 çıx 3 plus 1. Bu eləyəcək bizdə demək 3, üstə də 1, 4. 4 dənə sətir burada. Keçdik bu birisi diapazona. Burada da xanaların cəmi. Diapazondakı xanaların cəmi. Diapazonda neçə xanamız var? C, D, Y, F, G. Bura qədərdir də. Bunlarda C, D, Y, F, G neçə dənə oldu? 1, 2, 3, 4, 5 dənə sütun oldu. Xana sayını tapmaq üçün mütləq birinci üstün, sonra sətri tapırdıq, sonra bir-birinə vururduq. Sətirlərimiz də 4-dən çıxdım 2, üstə gəldim 1. Alınmış oldu burada demək 4 çıx 2
2, üstə də 1, 3. 3 dəfə də 5-im 15. 15-in də üstə 4 gəldik. Bu da elədi bizdə 19. A variantı. Sonra keçdik 73. İfadənin nəticəsini megabaytla ifadə edin deyir. Gəlin bunların hamısını birinci megabayta çevirək. Bitdən megabayta keçəndə bölürdük 223-ə, kiçikdən böyüyə gedirik. Qüvvət üzəri çıxılır, qalır burada 201, yəni 2 megabayt. Sonra keçdik 2048 kilobayt. Kilobaytdan megabayta keçəndə 1024-ə bölürdük, yəni 210-a. Bunlar da gedəndə qalır bizdə 2 megabayt. Sonra 220 baytı da yenə baytdan megabayta keçəndə 220-yə bölürük. Bu da eləyir 1 megabayt. Hesablayaq. 2 megabayt, üstə gəl 2 megabayt, çıxılmış 1 megabayt. 4 çıx 1, o da 3. Sonra gəldik buradan. İnformasiyanın növləri. İnformasiyanın növlərində qeyd edəcəyik nəyi? Baxın, elmi deyə bir növ yoxdur. A getdi. Sonra nəyə çıxa bilərik? Gəlin, baxaq görək. İnformasiya növlərində mətn, ədədi, taktil, qoxu. Burada tam şəkildə qeyd olunmayıb. Sonra ədədi, taktil, mətn, səs yenə qeyd olunmayıb tam şəkildə. Ən dolğun cavab variantımız, baxın, səsdir, görmədir, taktildir, daddır, qoxudur. Y variantı. Sonra keçdik 75-də. Hansı faylların öz həcmlərlə diskdə tutulu həcmlər eynidir? Burada klaster məsələsidir, əməliyyat sistemləri bölməsindən. Bir klasterin həcmi 4 kilobaytdır. 108-i bölürəm 4-ə. Yəni, diskdə tutduğu həcmdən klasterin faylın öz həcminin eyni olması üçün bunlar 4-ə bölünən ədədlər olmalıdır. Heç bu qayda ilə getməyək. Bax, bunlardan hansı 4-ə bölünür bizdə? 108 4-ə bölünəcək. Sonra 24 4-ə bölünəcək. Sonra 132, bu da 4-ə bölünəcək. Böyük 4-ə bölünəcək. Oldu, onda 1, 2, 5 B variantı. Klasterin həcminə bölünən fayllar diskdə ilə öz həcmi qədər yer tutmuş olur. Sonra keçdik 76 deyir. Elektron cədvəldə D7 xanasında sam D1, D5 üstün 35-ə bərabər olan qiyməti saxlanılır. D7 xanasındadır bu. D7 bərabərdir nəyə? D1 üstə gəl D2, üstə gəl D3, üstə gəl D4, üstə gəl D5. Bu məndə verir 35. D6 xanasının qiyməti isə 17-dir. D6-da 17-dir. Sam D1-dən D7-yə. Baxın, D7-nin qiyməti mənə verir də 35. İndi mən bura, baxın, samı yazsam, açılışı nə olacaq? D1, üstə gəl D2, üstə gəl D3, üstə gəl D4, üstə gəl D5, üstə gəl D6, üstə gəl D7. Aralıq budur da. Mən D1-dən D5-ə qədər bilirəm ki, 35-dir. Plus D6-ını da mənə veribdir. 17-dir. Bir də D7 xanası. D7-nin də qiyməti əvvəlcədən özü dedi ki, 35-dir. Çünki bu düstur D7 xanasında yazılıb. 35, 17, 35. Bu elədir 70, 35, 35. Üstə də 17 gələndə elədir 87. Bu da oldu Y variantı.